Salam. 9-cu siniflərin 13 aprel 2025-ci ildə verdiyi buraxılış imtahanının Azərbaycan dili sualları və onların izahı. Sual 1, yəni test kitabçasında sual 27. Nümunələr əsasında uyğunluğu müəyyən edin. Mən gələndə yağış yağırdı, mən gələndə mağazadan kitab aldım. Zərfliyin mənaca iki növü işlənib. Bu aiddir ikincisinə. Deməli, mən gələndə, mən mübtədadır burada. Gələndə zərflikdir, mağazadan zərflikdir. Biri zaman bildirir, biri isə yer bildirir. Deməli, 2-yə gedir A. Sonra, mübtəda isimlə ifadə olunub. Birinci cümlədə isə mən gələndə zərflikdir. Çünki yağırdı sözü ilə mən sözü əlaqələnmir, uzlaşmır. Yağış mübtədadır burada. Mən gələndə zərflikdir. Deməli, isimlə ifadə olunub 2. Daha doğrusu birinciyə aiddir. Birinciyə yazıram B. Sonra, ikinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Bu da birinciyə aiddir. Mən gələndə zərflikdir. C-ni də yazdıq 1-ə. Sonra, əmr cümləsidir. Heç birinə aid deyil. Ona görə D-ni yazmırıq. İlk söz cümlədə kim sualına cavab verir? Burada bir problemli məsələ var əslində, amma yəni burada mübtədanı nəzərdə tutublar. İlk cümlə özünü nəzərdə tutublar. Mən sözündən söhbət gedir. Deməli, bu gedir 2-yə. 2-yə gedir. Düzgün cavab 1BC, 2AE. Yəni D variantı. Şagirdimiz də düzgün nişanlayıb bunu. Düzgün tapıb. Sonra, bağlayıcı və ədat işlənmiş sıra. Çox rahat bir sual idi. Təəssüf ki, burada bir səhv gedib. O cümlədən bağlayıcıdır, kaş isə ədatdır. Düzgün cavab burada B variantıdır. Məgər sual ədatıdır, məhz dəqiqləşdirici ədatıdır. İkisi də ədatdır. 29 da rahat bir sual idi. Qışlaqda. 30. Düzəltmə sözlər dilə, dilək, daya, dayaq, bəzə, bəzək. Bu düzgün cavablandırılıb. 1, 4, 6-dır. Cavab A variantıdır. 31. Bir balaca boyu var, dam dolusu toyu var. Hansı bağlayıcı işlənə bilər burada? Amma bağlayıcısı. Düzgün cavab A variantı, qarşılaştırma bağlayıcısı. Gəldik 32-yə. Hansı cümlədə mübtəda fe'li sifət tərkibi ilə ifadə olunub? Gələnləri qarşılamaq, onları yerbəyer etmək. Burada məsdər tərkibidir. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Mənim böyük əmimdir xəbər. Bu rəsmləri çəkən mübtəda fe'li sifət tərkibidir. Düzgün cavab B variantıdır. Bu söz söhbəti yayanları tamamlıqdır. Sonra D-də fe'li sifət tərkibi yoxdur ümumiyyətlə. E-də isə danışanlar mübtədadır. Danışanlar isə fe'li sifətdir. Fe'li sifət tərkibi yox. 33. Qeyri-müəyyən şəxsli cümlə. Burada cavab C variantıdır. Onu nahaq yerə gözdən salıblar. Qızılqayıdan ötəndə günorta idi şəxssiz. Rüstəmin ona acığı tutmuşdu şəxssiz. Tibb məntəqəsində işləyir müəyyən. Yazılmayan kitabı vərəqləməzlər ümumi. Düzgün cavab C variantı. 34. Hansı cümlədə adi, azaltma, çoxaltma? Bu da rahat bir sual idi. A. Adi, sarımtıl, azaltma, tünd qırmızı, çoxaltma. Düzgün cavab A variantı idi burada. Qeyd edeyim ki, mən A variantının testlərini izah edirəm. Kimdə A variantıdsa, buradan yoxlaya bilər. O birisi variantlarda isə yəni yeri dəyişik ola bilər, amma belə suallar bir-birindən uyğundur. Gəldik 35-ə. Fe'li bağlama hərəkətinin tərzini bildirir və zamanını bildirir. Hansında? Düşmən qorxub geri çəkildi. Burada səbəb bildirir. Ona görə bunu heç yerə yazmırıq. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Burada zaman bildirir. Zamanı bildirdiyinə görə 2-yə yazıram B. Gəldik C-yə. Uşaq ayağını yeriyə diriyib ayaq üstə durmaq istədi. Necə? Diriyib. Burada tərz bildirir. C-ni yazırıq 1-ə. Ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Burada zaman bildirir. Nə zaman? D-ni yazırıq 2-yə. Sonra o əllərini qoynuna qoyub
bir kənarda dayanmışdı. Necə dayanmışdı? Qoynuna qoyub. Bu da E. Düzgün cavab 1CE, 2BD. Yəni A variantı. Gəldik 36-ya. Həmcins mübtədalı cümlə. Daşlı kəsəkli həmcins təyindir. Bağçanı həyəti həmcins tamamlıq. Nə yatır, nə dincəlir xəbər. Zəngin vurulduğunu və müəllimin gəldiyini tamamlıq. Cavab E variantıdır. Böyük də, kiçik də həmcins mübtədalardır. Düzgün cavab E. Gələk mətnlərə. Mətnlərlə kim tanış deyilsə, burada qoyum oxusun. Əvvəlcə bu hissəni oxuyun. Təlaş. Saxlayın, oxuyun. Sonra aşağı hissəni qoyun. Bu hissəni saxlayın, oxuyun. Gələk suallarına. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir. Bəli, anası onu qoymurdu, amma Hikmət getdi, köməyini təklif elədi. Biri götürürük. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur, onun qərarını dəstəkləyir. Xeyr. Məsələn, deyəndə ki, mən gedim kömək eləyim, qoymurdu onu. 2 getdi. Hikmət cəsarəti və balaca qızı xilas etməsi insanlar tərəfindən rəğbətlə qarşılanır. Təbii ki. 3. Mənzər adamların minnətdarlıq dolu sözlərindən pərt olur. Bəli, axıra baxın, mənzər tutulmuşdu, onu tər basmışdı, pərt olur da deməli. 4. Hikmət Lalə üçün narahatlıq keçirsə də anasının sözündən çıxa bilmir, çıxır. Çıxır ki, gedib kömək təklif edir və eləyir. Deməli 1, 3, 4 olacaq burada cavab. Düzgün cavab E variantı. Gəldik 38-ə. Cədvələ və mətnə əsasən uyğun fikirləri müəyyən edin. Elə bundan qabaqki sual demək olar ki, burada başqa cür ifadə olunub. Mənzər Hikmətin təklifinə əsasən quyuya yaxınlaşır və baş verən hadisədən xəbər tutur. Bəli, burada deyir ki, yaxınlaşmaq deyir ha. Balaca Hikmət adamların toplaşdığını görür, deyir ki, ana gəl gedək görək orada nə olub. Ona görə biri götürürük. Lalənin anasının çarəsizliyini başa düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Xeyr, sövq eləmir. Deyir ki, getmə. Deməli, buradan təkcə biri götürdük. Gəldik indi yanlışdır bölməsinə. Cəmaatın quyuya düşən uşağa laqeyd münasibəti Mənzəri qəzəbləndirir. Qəzəbləndirməklə bağlı heç nə yoxdur burada. Bu fikir yanlışdır. Yanlış olduğuna görə bunu götürürük. Yanlışdır axı. Yanlışdır bölməsindən yanlışı götürürük. Quyunun ağzının ensiz olması cavan fəhlənin ora düşməsinə maneə törədir. Düzdür. Düz olduğuna görə bunu götürmürük yanlışdan. Düzgün cavab C variantı. Əvvəlində rəqəm qoyulmuş hansı cümlələr mətnindən çıxarılsa, məzmuna xələl gəlməz. Məzmuna xələl gəlməz deyəndə ki, yəni düzdür, məlumat azalmaq baxımından təsir edəcək, amma elə cümlələr ki, burada məsələn başqa yoxdur, 2 ilə 4-ə baxıram, onları çıxarsaq da olar. Məsələn, xoşbəxtlikdən quyu dərin deyil. Bunu çıxarsaq da olar. Və yaxud da 4-ü. 4-ü çıxarsaq da olar. Mənzərin acığı tutsa da bir söz demədi. İndi baxın o birisilərə. Məsələn, mən 3-ü çıxarsam, əlaqə qırılır. Məsələn, əzilməyə qoymayıb, 3-ü də çıxartdım. Hanı onda o güc ki? Siz bunu oxusaz deyəcəksiniz ki, bu cümlə hardan gəldi ki bura? Kim dedi bunu? Bu cümlə hardan ortaya çıxdı? Və yaxud da tutaq ki, biri götürsək, balaca Hikmət adamların toplaşdığını görüb dedi. Bunu çıxarsaq, ana gəl gedək. Bunu birbaşa vermək olmur. 5-də də həmin şeydir. Çıxarmaq olmur. Hə. Mənzər tutulmuşdu. Bilmirdi ki, yəni mənzər tutulmuşdan çıxarsaq, bilmirdi ki, bunu gətirmək olmur. Qırılır, ara qırılır, əlaqə itir. Ona görə də burada düzgün cavab olacaq. Deməli, 2 ilə 4, yəni C variantı. Gəldik 40-a. Mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəblərini müəyyən edin. Məsələn, Mənzərin qəzəblənməsi, Lalənin anasının kömək üçün Mənzərə müraciət etməsi mi idi? Xeyr. Zirək oğlan uşağı axtarışda olan fəhlənin Hikmətdən kömək istəməsi? Xeyr. Hikmətin Laləni xilas etmək üçün quyuya düşmək istəməsi Mənzəri qəzəbləndirir. Bəli.
Deməli 3-ü götürürük buradan. Lalənin anasının Mənzərə təşəkkür etməsinin səbəbi isə o idi ki, Hikmət kimi quyuya düşməkdən qorxmayan qoçaq oğul böyütmüşdür. 4-ü götürürük. Amma 5 düz gəlmir. Düzgün cavab 3, 4, B. 41. Rahat sual idi. Mətnin plan bəndi hesab edilə bilməz. Yəni ağır yaralanan Lalə. Belə bir şey yoxdur axı burada. Yaralanmıyor bax ağır. Hikmətin tərəddüdü var idimi? Xeyr. 3 ilə 5 ola bilməz. Düzgün cavab C. Sonra, mətnin əvvəlində işarə qoyulmuş ifadələr əsasında cədvəldəki doğru fikirləri müəyyən edin. Üçbucaq. Üçbucaq hansı idi? Deməli, özünü itirmiş. Özünü itirmiş. Yazılıb ki, məcazi mənadadır. Çətin vəziyyətdə nə edəcəyini bilməmək deməkdir. Doğrudur. Biri götürürük. Həqiqi mənadadır. Xeyr. Məcazi mənadadır. Özündən çıxmaq. Xeyr. Özündən çıxmaq mənasını vermir. O birisi isə kvadrat. Acığı tutmaq. Yazılıb ki, həqiqi mənadadır. Xeyr. Məcazi mənadadır. Cin atına minmək ifadəsi ilə eyni mənadadır. Bəli. Hər ikisi əsəbləşmək deməkdir. 5-i götürürük. Düzgün cavab 1-5 E. 43. Hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Pisə sahib olmaqdansa yaxşını gözləmək sərfəlidir. Xeyr, heç uyğun gəlmir. Çalışmaq, həyat, düşünmək işıqdır. Uyğun gəlmir. Lovğalıq insanların qəlbindəki bütün yaxşılıqları yox edən. Xeyr, lovğalıqdan danışılmır burada. 4 isə düz gəlir. Təhlükəni heç də saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Yəni, getdi, tədbir gördü. Cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Yəni, qorxmamaq, İskəndərlə məsələnin orijinalını keçəndə də belə bir şərh vermişdim orada da ki, yəni qorxmamaq ağılsızlıqdır, cahillikdir. Cahil cəsarəti deyilən bir şey var. Qorxmalısan da, təbii ki, ehtiyat eləməlisən. Amma qorxuya baxmayaraq onun üstünə gedirsənsə, gedib döyüşürsənsə, mübarizə aparırsansa, aha, bu cəsarətdir. Deməli, 5-i də götürürük. Düzgün cavab 4-5, yəni E. Mətndə altından xətt çəkilmiş sözlər hansı cümlədə kontekstdəki mənalarında işlənmişdir? Deməli, burada altından xətt çəkilmiş sözlər hansılar idi? Baxın, biri bağladıqdan sonra da həqiqi mənada qoltuqların altından bağlayıb. Bir də mədəndə işləyən bunlardır. Və biz bu sözlərə baxaq görək, hansılar sırf o mənada işlənir tapşırıqda. Yazıcı əsərdəki həm müsbət, həm mənfi sürətləri diqqətlə işləmişdir, o mənada deyil. Amma günün altında işləyən əkinçilər o mənadadır. 2-ni götürürük. Sonra tərəflər sülh bağladılar. Xeyr, 15 dəqiqə işləyirdi. Xeyr, amma Qonratın boynuna bağladığı həmin o bağlamaq mənasındadır. 5-i götürürük. Düzgün cavab 2-5. 45-46-cı suallar. Mətnə əsasən cədvəliyi tamamlayın. Burada belə bir cədvəl olub, burada yoxdur da, cavab kartında da o cədvəl. Mətndə nə təbliğ olunur və onun əsaslandırılması. Təbliğ olunura, yəqin ki, meyarlar belə olacaq. Cəsarət, rəhim. Onun da əsaslandırılması mətndən hikmətin hərəkətləri ilə əsaslandırmaq olar. Elə hərəkət et ki, sonra utanmayasan fikrini isə daha çox mənzərin hərəkətləri ilə rahatlıqla əsaslandıra bilərsiniz. Gələk o biri mətnə. Yuxarı Gövhər Ağa məscidi. Oxuyun bu hissəni əvvəlcə. Saxlayıb oxuduzsa, keçək o biri hissəyə. Saxlaya oxuyun. Belə. Gələk suallara. Bu hissəni də oxuyun. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. Deməli, burada var dağıtmaq sözü. Dağıtmaq sözü orada həqiqi mənada idi. Burada isə deyir ki, sözün digər mənasında işlədin. Yəni, orada həqiqidirsə, burada məcazi işlədin.
Burada yazılıb sel körpünü dağıtmışdı. Bu özü də həqiqidir. Ona görə 1 getdi. 2-yə baxaq. Gediş. Oradakı məcazi idi. Baxmıram. Döyüşlərin gedişi idi, səhv eləmirəmsə. Amma burada gediş həqiqidir. Ona görə cavab 2-dir. Sonra əsarət. Qəlbim gözlərin əsarətindədir. Elə eyni mənadadır. İnci sözü. Oradakı məcazi mənada idi. Buradakı isə həqiqidir. İnci elə parıldayır ki, yəni 4 düzgün işlənib. Bağışlamaq oradakı həqiqi mənada idi. Buradakı isə məcazidir. Yeni həyat bağışlamışdı, ona görə 5-i də götürürük. Düzgün cavab olur 2, 4, 5, yəni B variantı. Gəldik 48-ə. 48 də mənim fikrimcə problemli suallardan biridir. Çünki deyir ki, nömrələnmiş hansı cümlədəki fikrin özündən əvvəl səbəbi verilmişdir. Əvvəl biraz nisbi anlayışdır da. Yəni əvvəl dedik ki, istədiyimiz qədər əvvələ gedə bilərik. Burada çox güman ki, özündən əvvəlki cümlədə sözlər olmalı idi. Buraxılıb, yaddan çıxıb. Əgər həmin məntiqdirsə, burada cavab 4-cü olacaq. Yuxarı Gövhər ağa məscidi də erməni vandalizmindən zərər çəkdi. Səbəbi də budur ki, 1-ci Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra şəhərdəki əksər abidələrimizi erməni işğalçıları dağıtdı. Yəqin ki, 4 olacaq. Amma dediyim kimi, o birislər də nisbətən uyğun götürmək olar. Çünki nə qədər istəsən əvvələ gedə bilərsən. 2 cümlə, 3 cümlə. Yəqin ki, burada 4 götürəcəklər. Gəldik 49-a. Mətnə və cədvələ əsasən uyğun fikirləri seçin. 2021-ci ildə Gövhər ağa məscidi yenidən tikildi. Tikilməsi ilə bağlı nə var idi burada? Baxın, 2021 burada da deyir ki, bərpa. Bərpa başqa, tikilmək başqa. Ona görə biri götürmürük. Yuxarı Gövhər ağa məscidinin divarları rəsmlərlə bəzədilmişdi. Bəli, hətta Nəvvabın orada adı çəkilir. Deməli, 2-ni götürürük. Yanlışdır bölməsinə verilib ki, Kərbəlayı Səfixan Qarabağı Gövhər ağanın maddi vəsaiti əsasında tikilən 3-cü Cümə məscidinin memarıdır. Bu fikir yanlışdır. Çünki həmin o Qarabağı, baxın, deməli, İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra Pənahəli xanın tikdirdiyi məscidin yerində məscid tikdirmişdir. Bu fikir doğrudur. Doğru olduğuna görə bunu götürmürük. 3-də isə Kərbəlayı Səfixan Qarabağı Gövhər ağanın maddi vəsaiti əsasında tikilən 3-cü Cümə məscidinin. Burada deyir ki, 3-cü məscidin yerində 4-cü və sonuncu Cümə məscidi. Baxın, söz harada gizlənib. 3-cünün yerində 4-cü tikilib və həmin məscid haqqında yazılıb ki, məscidin müəllifi Kərbəlayı Səfixan Qarabağıdır. Çünki deməli burada yazılıb 3-cü. Ona görə bu yanlışdır. 3-ü ona görə götürdük. Düzgün cavab A variantı. Sonra gəldik 50-yə. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilmişdir. İnteryer dedikdə onun daxili nəzərdə tutulur. Ona görə biri götürürük. 1-ci Qarabağ müharibəsində bir çox memarlıq abidələri erməni vandallarından xilas oldu. Xeyr, orada deyir ki, 1-ci Qarabağ müharibəsi zamanı əksər abidələrimiz dağıdılıb ermənilər tərəfindən. Deməli, 2 getdi. Memarlıq abidəsi əsasında Şuşa şəhərinin yaradılma tarixi haqqında məlumat almaq olar. Bəli, orada deyir ki, deməli, Şuşa şəhərinin əsasının qoyulması tarixi qeyd edilmişdir. Ona görə də biz götürməliyik 3-ü. Şuşa qalasının divar rəsmləri şair rəssam Mir Möhsün Nəvvab tərəfindən işlənilib. Bu fikir Şuşa qalasına yox, məscidə aid idi. Ona görə 4-ü götürmürük. Düzgün cavab oldu 1-3 D variantı. 51 rahat bir sual idi. Plan ardıcılığı elə burada B variantında görə bilərsiniz. Məscidin inşası, sonra sonuncu məscidin memarı, sonra işğal, sonra
düşməndən qurtuluş və təntənəli açılış. 52. Çərçivə daxilində verilmiş söz vandalizm sözü idi. Bu da C variantına uyğun gəlir. 53 biraz düşündürücü sual idi, amma bundan da cavaba gedib çıxmaq olur. Konkret cavabı olan suallardandır, problemsiz suallardandır. Mətnin giriş və əsas hissələri arasında əlaqə yaratmaq mümkündür. Bu məscidin memarlıq xüsusiyyətləri haqqında heç nə məlum deyil. Baxın, burada elə bir şey artırmalısınız ki, birinci abzasla ikinci abzasın arasını artırsın, həm struktur baxımından düz gəlsin, həm də məna baxımından düz gəlsin. Necə biz deyə bilərik ki, bu məscidin memarlıq xüsusiyyətləri haqqında heç nə məlum deyil. Danışır axı mətndə ondan. Və yaxud da yeni məscidin inşasında daş və əhəng məxlumundan istifadə olunur. Bunlar düz gəlmir. Amma D-yə baxın, məscid Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi mədəniyyət abidəsi kimi qeydə alınmışdır, qeydiyyata alınmışdır. Bunu verib burada, bu ümumi məlumatları bitirib, sonra keçmək lazımdır konkret məlumatlara. Ona görə də burada düzgün cavab olacaq D variantı. 54 də rahat sual idi. Deməli, Qamışdan məscid tikdirən Pənahəlidir. A-nı yazırıq bura. Şuşa qalasının qurucusu da Pənahəlidir. B-ni yazırıq bura. Şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsi inşa etdirir. Hər ikisinə aiddir. Həm Gövhər ağaya, həm Pənahəli xana. Deməli, mən C-ni yazmalıyam ortaya. 2 mərtəbəli qoşa minarəli bina tikdirir. Gövhər ağa, D-ni yazdıq 1-ə, 2-yə. Tikdirdiyi binanın minarələrinə ciddi ziyan vurulmuşdur. Bəli, ciddi ziyan vurulmuşdur. Düzdür, Gövhər ağa məscidi yəqin ki, Şuşanın azad olunmasından sonra bir çoxunuz gedib görmüsünüz. Yenə nisbətən salamat qalanlardandır. Yəni, o birisi abidələrə nisbətən yaxşı qalır və çox da gözəl belə deyək, memarlıq nümunəsidir həqiqətən. Yəni, burada yazıldığına görə demirəm, həqiqətən gedib görüləsi memarlıq abidələrimizdən biridir, tövsiyə eləyirəm. Düzgün cavab da olacaq 1AB, 2DE, 3C, yəni D variantı. 55-dən 56. Mətnə əsasən cədvəli doldurun. Orada səhv eləmirəmsə belə bir şey var idi ki, Pənahəli xan nəyi problem kimi görür və problemin həllini verir. Bir də İbrahim xan nəyi problem kimi görür, həllini verir. Səhv eləmirəmsə belə idi. Sual dəqiq xatırlamıram. Bir də mətnə əsasən əvvəlində işarə qoyulmuş sözlərlə bağlı cədvəl. O da bir rəşadətli sözü idi. Rəşadətli igid qoçaq deməkdir də. Rəşad, rəşid, rəşadət hamısı yetən, çatan deməkdir. Sadəcə buna oxşar sözlər çoxdur. Görək hansıları götürəcəklər. Hansıları götürəcəklər meyarlarda. O birisi də yararsız vəziyyətdə olan idi. Yəni istifadəsi mümkün olmayan o söz idi. Yəni bunu da rahatlıqla yəqin ki bal götürə biləcəksiniz oradan. Belə. Deməli, mən Azərbaycan dili suallarını təqdim elədim. İzahlarını da gördünüz. Yəni siz də hesablayıb həm Azərbaycan dili balını, həm də ümumi balınızı qeyd edə bilərsiniz. Görək kim nə qədər toplayıb. Bir də orada riyaziyyatda o məsələ var idi. Şar məsələsi. Neçə şar alıb satmışdır. Cavab 226 dənə alıb 221 dənə satıb. Bu məsələ idi. Riyaziyyatda da ən belə deyək, müzakirə doğulan, sual doğuran suallardan biri o idi şagirdlərdə ki, görəsən nəyə götürəcəklər? Çünki bəzi şagirdlər 226 yazıb, bəziləri 221 yazıb. Orada isə deyək ki, neçəsi alınıb satılıb. Yəni ki, həm alınanı, həm satılanı qeyd etmək lazımdır əslində. Amma ümid edirəm ki, həllini düzgün vermişsinizsə, yəni o 226 da yazsaz, 221 də yazsaz, ona tam bal veriləcək. Bir daha uğurlar 9-cu siniflərə növbəti imtahanlarda, 11-lərə də blok imtahanında uğurlar arzulayıram.